səmitsiz, çox cırnadıcı, yəni peşman eləyən bir maşındır. Üstü panoraması. Bunu yəni bir dənə bir şey fikirləşmək olmazdımı? Tam şüşə düzəldiblər, aha gözəldir, estetikası var, nə bilim nəyi var. Amma ki yayın üstündə başına vura-vura, yandıra-yandıra. Yəni bilmirsən hara gizlənəsən. Ha mən niyə ki gedib bunu hardansa nəsə zakaz eləyib almalıyam? Özü də elə bir biabırçı şəkildə bir şeylər satılır ki, yəni heç qoyma istəmirsən. Yəni bu nədir? Nə fikirləşirsiniz? Bunun olmaz idim üçün özündə bir dənə bağlanıb açılan bir şey. Bir belə maşın yaladıysan, Elon Musk dərya dünyanın ən ağıllı insanı. Maşın çox sıxıcı maşındır. Skuçlu maşındır. İçində gedirsən, heç nə, bir dənə burada monitor, rul, il, всё. Yəni hə, buraya ambiyans düzmək olar, bolmeni bəlkə nəsə, amma ümumiyyətlə çox sıxıcıdır. Axşamlar gəzəndə maşının içində elə bilirsən zümrüd bir qaranlıqdasan, bir dənə monitor, bələdə televizor durur burada. И всё.